Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatları məlum olub. Məlumata görə martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib. Xəstəxanaya yerləşdirilən Bağırov elə oradaca ölüb, oğlu isə saxlanılıb. Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş İJ-58 markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır. Onu da qeyd eləyək ki, ilkin məlumatlarda İqbal Bağırovun özünün ehtiyatsızlıqdan atəş açdığı və bu zaman güllə xəsarəti alaraq öldüyü bildirilirdi. Mərhum Təzəkənd kənd icra nümayəndəsinin qardaşıdır və pambıq toplama məntəqəsində çalışırmış.